Salam aleykum dəyərli izləyicilər. Xətayda möhtəşəm təmirli 3 otağa düzəlmə mənzili təqdim edəcəm. Mənzilin birbaşa Heydər Əliyev mərkəzinə panoraması var. Mənzilin ümumi sahəsi 90 kvadratdır, 2 otaqdan 3 otağa düzəlib. Yeni təmirdən çıxıb, tam əşyalıdır və bütün əşyalar da hamısı qiymətə daxildir. Gördüyünüz kimi qonaq otağıdır. Mənzil ümumilikdə hamısı istipoldur, istili sistemi kombidir. Qonaq otağının möhtəşəm pəncərəsi, burada yığılan bütün mebellər hamısı brend və qiymətə daxildir. Gəlin ümumi hamam otağı ilə sizi tanış edeyim. Hamamlar da istipoldur. Mənzilin bütün otaqlarında kondisioner quraşdırılıb. Mərtəbə isə 20 mərtəbəli yeni tikili binanın 14-cü mərtəbəsində yerləşir. Gəlin keçək sizə yataq otaqlarını göstərdim. 2 geniş yataq otağı var. Gördüyünüz kimi yataq otağının daxilində mebellər yığılıb, televizorindən tutmuş, kondisioner, yumşaq mebellər hamısı quraşdırılıb. Bu hissədə də pəncərə var və daha sonra buranı möhtəşəm şəkildə qardirob hissəsi yığıblar. Həm solda, həm də sağda böyük şkaflar yığılıb, qarşısında da pəncərəsi var. Gəlin keçək digər yataq otağını və sizə mətbəxi göstərəcəm. Bu yataq otağının çox möhtəşəm 3 dənə pəncərəsi var. Keçək sizə növbəti uşaq otağını göstərdim. Bura uşaq otağıdır, buranın da özünün pəncərəsi var. Mənzilin proyekti elə yığılıb ki, bütün otaqlara pəncərə düşür. Yəni radnoy 3 otaq kimidir. Əsas giriş hissəsidir mənzilin. Kondisioner bu hissədə də var. Burada gördüyünüz kimi tam yuxarı hissəyə qədər dolablar yığılıb. Koridor hissəsi də istipoldur. Gəlin buradan keçək mətbəxini göstərim. Mətbəxi də çox geniş, rahat. Mətbəx mebeli yığılıb yuxarı hissəyə qədər. Soyuducudur. Burada gördüyünüz bütün elektronikalar hamısı deyilən qiymətə daxildir. Və buradan da keçirik ikinci bir mətbəxə. İkinci bir mətbəx balkonda düzəlib. Həm sağda, solda şkaflar yığılıb. Gördüyünüz kimi şkaflardan boldur. Və bu hissədə də kombi yerləşir. Cam balkon və möhtəşəm panorama. Gördüyünüz kimi Heydər Əliyev mərkəzidir. Birbaşa qarşısı açıqdır. Babək prospekti düz körpünün yanında. Bravonun yanında yerləşir. Ağşəhərə də buradan 2 dəqiqəlik yoldur. Dəyərli izləyicilər, mənzilin qiyməti və bütün məlumatlar aşağıdan qeyd eləmişəm. Baxmaq istəsəz 1 saat əvvəl əlaqə saxlayın. Sağ olun, var olun.